38 min manata 3 otaqlı ev. Evimizin qəşəng həyətyanı ərazisi də var. 3 otaqlı evdir. Əl qapısıdır. İçəri yəni maşın girə bilmir. Amma normal evdir. 38 min manatdır dostlar. Bakı, gidrofon hər şeyi var. Tam təmirli evdir. Bax yerdən də kürsülüdür. Belə bir həyətyanı ərazisi də var. Aristonu, Bakı, gidrofonu, padvala da girmək olur. Qoşadaşla tikilmiş evdir. Divarları da məsafəlidir. Yəni bir 20 sm məsafə qoyublar. Belə yerdən də kürsülüdür. Daxil oluruq indi evin daxili interyeri ilə də tanış olaq. Təmirli evdir. Girdiniz zaldır. Bax belə bir zal otaq. Yəni qonaq otağı. Burası sanitar qovşaqdır. Ayırmaq da olar buranı. Tam zalla əlaqəsini kəsmək də olar. Ən əsas qoşadaşla tikilmiş evdir. Onu qeyd edeyim. Burada mətbəximiz, internetindən belə mətbəx mebeli hər şey vardı. Yəni gir yaşa evdir. Evin işıq sayğacı var, suyu quyusuydu. Qaz sayğacı yoxdur, kontrol sayğacına verilir. İstəyən olsa 38 min belə deyilir. Amma qaz sayğacı istəsələr əlavə qiymət təyin edərik. Yəni qaz sayğacı da ev sahibi qoya bilər. Sadəcə 3-4 min qiymət fərqli olacaq. Belə bir evdir dostlar. Qiymət 38 min. Yerləşmə yeri Binə qəsəbəsi Ülvi yolu 200 nömrəli avtobusun yolundan 200 metr aralı.